hər bir səfər məzmunlu xarakter daşıyır və burada dövlət başçısının siyasətinə uyğun olaraq və onun tapşırıqlarına uyğun olaraq Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan bərpa quruculuq işləri ilə diplomatik korpusun nümayəndələri də tanış olurlar və onlar öz ölkələrinə də aidiyyəti istiqamətlər üzrə məlumatlar verirlər. Nəzərə almaq lazımdır ki, bu səfər də məhz cənab prezidentin izi ilə, yəni cənab prezidentin səfərindən dərhal sonra həyata keçirilir. Bu günlərdə cənab prezidentin Cəbrayıl rayonuna səfəri olmuşdu. Harovlu kəndinin açılış mərasimində bura sakinlərə əmlakların verilməsi mərasimində iştirak etmişdi. Bugün diplomatik korpusun nümayəndələri də unikal bərpa və quruculuq layihəsi kimi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, xüsusilə də Cəbrayıl və Zəngilan rayonlarındakı olan işlərlə tanış olurlar. Eyni zamanda bu səfər əsnasında Zəngəzur dəhlizi və bu istiqamətdə Azərbaycan tərəfindən 2021-ci ildən bu vaxta qədər görülmüş işlərlə qurulan yol, nəqliyyat infrastrukturu, dəmir yolu, tunellər və bütün bu infrastrukturla diplomatik korpusun nümayəndələri də yerində tanış oldular. Bütün bunlar da onun təzahürüdür ki, Azərbaycan bu xəttin həyata keçirilməsi üçün artıq 4 ildən artıq bir vaxt çərçivəsində işlərini həyata keçirir və görülən işlər də Azərbaycanın bu məsələdə nə dərəcədə qətiyyətli addımlar atdığının göstəricisidir.